24 nəfərlik sinifdə 8 nəfər həm musiqi, həm də şahmat dərnəyində iştirak edir. 10 nəfər isə bu dərnəklərdən heç birində iştirak etmir. Yalnız musiqi dərnəyində iştirak edənlərin sayı yalnız şahmat dərnəyində iştirak edənlərin sayından 2 dəfə çox olarsa, şahmat dərnəyində iştirak edən şagirdlərin sayını tapın. 24 nəfər şagirddən 10 nəfər heç bir dərnəkdə iştirak etmir. İlk öncə bunu buradan çıxaq. 14 nəfər şagird. 14 nəfər şagirddən, deməli, musiqi və şahmat dərnəklərinə gedən, hər ikisinə gedən 8 nəfər var. Yalnız musiqi məktəbinə gedən, dərnəyində iştirak edənlər, şahmat dərnəyində iştirak edənlərdən 2 dəfə çoxdur. Deməli, 2x və x, ümumilikdə isə şagird sayı 14 olmalıdır. Yəni, 2x üstü gəlsin, 8 üstü gəl x bərabərdir 14. Buradan alırıq, 3x bərabərdir 14 çıx 8, 3x bərabərdir 6, x də bərabərdir 2. Deməli, bizdən şahmat dərnəyində iştirak edən şagirdlərin sayı tələb olunur. X 2-dirsə, şahmat dərnəyində gedən şagirdlərin sayı 8 üstü gəl 2, 10 nəfər olar.